Salam. Mövzumuz çeviklik hərəkət qabiliyyətidir. Çeviklik hərəkət qabiliyyəti özünün mürəkkəb hərəkət fəaliyyətini optimal idarə etmək və tənzimləmək qabiliyyətidir. Baxın müəllimlər, çeviklik hərəkət qabiliyyəti məktəblərdə əsasən 7 və 12 yaş aralığında inkişaf etdirilir. Və bu hərəkət qabiliyyətinin sürət hərəkət qabiliyyətindən bir neçə oxşarlığı var ki, həm komponent sayında, yəni tərkib hissəsində, həmçinin də digər hərəkət qabiliyyəti əlaqəsində 3'tür. Yəni komponenti də 3'tür, digər hərəkət qabiliyyəti də 3'tür. Eynən sürət hərəkət qabiliyyətində də komponent sayı 3'tür və digər hərəkət qabiliyyətlərlə əlaqəsində də 3'tür. Baxın, çeviklik hərəkət qabiliyyətinin birinci baxağın tərkib hissələrinə, yəni komponentlərinə hansılardır? Koordinasiya, hərəkətin icra çətinliyi və hərəkətin icra vaxtıdır. Bundan başqa digər hərəkət qabiliyyətlərinin əlaqəsində sürətlə əlaqədədir, sürət güclə və əyirgənlik hərəkət qabiliyyəti. Yəni özündən əvvəl digər 3 hərəkət qabiliyyətlə sıx əlaqədədir. Bundan başqa bu hərəkət qabiliyyətləri dedik 7-12 yaş aralığında məktəblərdə əsasən əlverişli sayılır inkişafı və bu hərəkət qabiliyyətini inkişaf etdirmək üçün bir neçə metodlardan müəllimlər istifadə etməliyik. Həmin metodları sizə deyim: oyun metodu, yarış metodu, fasiləli, dəyişkən və təkrar. Bu gördüyünüz ki 5 metod ki var, çeviklik hərəkət qabiliyyətini inkişaf etdirmək üçün istifadə olunur. Və bundan başqa çeviklik hərəkət qabiliyyətinin məktəblərdə kiçik summativ qiymətləndirməsi 5-ci sinifdən 11-ci sinifə qədər hər birində eynidir. 3 normativ izlə götürülür. Bunlar hansılardır? Topun səbətə atılması 5 cəhd, topun qapıya vurulması 5 cəhd və topun oyuna daxil edilməsi 5 cəhd. Bunlar hansıdır? Baxın, topun səbətə atılması, yəni basketbol oyunundan gedir söhbət. Basketbol oyunda kiçik summativ qiymətləndirmə normativlərdən biri odur ki, 5 cəhd verilir idmançıya, yəni şagirdə 5 cəhd verilir ki, topu səbətə atsın. Bundan başqa topun qapıya vurulması, yəni futbol oyununda topun qapıya vurulması üçün də 5 cəhd verilir şagirdə və sonuncu isə topun oyuna daxil edilməsi. Bu da voleybol idman oyunundan gedir söhbət ki, topu şagird 5 dəfə oyuna daxil etməlidir. Və böyük summativ qiymətləndirmə və diaqnostik qiymətləndirmə. Hər ikisində müəllimlər məkkik qaçışdır, normativ. Yəni bütün siniflərdə, diaqnostikdə də böyük summativ qiymətləndirmə hər ikisində 3x10 metr məsafəyə məkkik qaçışlardan normativ götürülür. Və bu hərəkət qabiliyyəti müəllimlər məktəblərdə inkişaf etdirmək üçün bir çox hərəkətlər var ki, onları deyim sizə. Gimnastika hərəkətləri, topun pəncə ilə, budla, başla, baxın, silənməsi, maneələr zolağını dəf etmə, çoxmərhələli mütəhərrik oyunlar, topla yer dəyişmələr, estafetlər oyunlar, istiqaməti dəyişməklə qaçışlar, sürəti və istiqaməti dəyişməklə süni və təbii maneələri keçməklə qaçış, topla və topsuz məkkik qaçışları, müxtəlif çəkili topların hədəfə atılması. Baxın, bunlara müəllim diqqətlə baxın. Bəzi testlərdə qarşınıza çıxacaq ki, müxtəlif çəkili topların hədəfə və zonaya atılması və ya hədəfə atılması və ya da zonaya atılması. Zona gördünüzsə, o deyimdə, o belə deyək, sualın içərisində bilin ki, o sürət güc hərəkət qabiliyyətini inkişaf etdirir. Yalnız çevikliyi inkişaf etdirmək üçün yalnız hədəf söz olmalıdır. Ola bilər ki, yazılar ki, müxtəlif çəkili topların hədəfə və zonaya atılması. Yenə bu gedir təyinatına görə sürət güc hərəkət qabiliyyətinin inkişafına çıxır. Amma tək yalnız hədəf sözü gördünüzsə, bilin ki, çeviklik hərəkət qabiliyyətidir. Sonra nişanlanmış sahələrdə istiqaməti dəyişməklə sıçrayışlar, qaçışlar, maneələr və sədləri sıçramaqla qaçış, məkkik qaçışları, sonra gimnastika körpüsündən tullanaraq icra olunan müxtəlif hərəkətlər, gimnastika hərəkətlərindən ibarət estafetlər və oyunlar, yüngül toplarla icra olunan texniki fəaliyyət elementləri, texniki elementlərdən ibarət estafetlər, sadələşdirilmiş qaydada iki tərəfli oyunlar, təlim oyunları və yaxud da sadələşdirilmiş qaydada oyunlar, müvazinət koordinasiya elementlərindən olanlar, həmçinin müvazinət koordinasiya, baxın müəllimlər, çeviklik hərəkət qabiliyyətini harda inkişaf etdirir? Birini deyim sizə, gimnastikamızda qadın idman gimnastikasında gimnastika tiri var idi ki, qadın idmançı orada 5 metr uzunluğu və 10 sm eni olan gimnastika tiri üzərində hər bir belə deyək hissəsinə gimnastika tirinin toxunmaqla müxtəlif elementlər, hərəkətlər göstərirdi ki, bu da elə məhz çeviklik hərəkət qabiliyyətini inkişaf etdirməlidirlər. Sonra dairəvi metodla
yerinə yetirilən hərəkət kompleksləri, topla yerinə yetirilən texniki fəaliyyət, akrobatika hərəkətləri, iki tərəfli oyunlar və s. hərəkətlər çeviklik hərəkət qabiliyyətini inkişaf etdirir. Sonra çeviklik hərəkət qabiliyyətini müəllimlər şərtləndirən amillər, yəni təzahür amilləri də deyə bilərik ki, bir neçə təzahür amilindən asılıdır çeviklik hərəkət qabiliyyətinin inkişafı. Baxın hansılardır? Deyir ki, hərəkət analizatorlarının səmərəli fəaliyyətindən, hərəkət fəaliyyətinin koordinasiya çətinliyindən, başqa hərəkət qabiliyyətlərinin inkişafından, yəni bu hərəkət qabiliyyətinin inkişafı sürət, güc və bədəni əyilmə qabiliyyətinin inkişafından da asılıdır. Bax, həmin deyim onların açıqlamasıdır ki, deyir başqa hərəkət qabiliyyətlərinin inkişafından da asılıdır. Həmin hərəkət qabiliyyətləri sürət, güc və bədəni əyilmə qabiliyyətidir. Sonra hərəkəti dəqiq təhlil etmə bacarığından asılıdır. Sonra idmançının cəsarət və qətiyyətindən, daha sonra idman təcrübəsi, yəni idmançının təcrübəsi və ümumi hazırlıq səviyyəsindən məhz bu amillər, belə deyək, çeviklik hərəkət qabiliyyətinin inkişafı bu amillərin təzahüründən asılıdır, təzahür amillərindən asılıdır. Başqa bir də müəllimlər, çeviklik qabiliyyətinin əsasını əsasən koordinasiya, belə deyək, təşkil edir və bildiyimiz kimi də çeviklik hərəkət qabiliyyətlərinin komponentlərindən biri də koordinasiyadır. Və koordinasiyanın səviyyələri var müəllimlər. 3 səviyyəsi var. Sinir koordinasiyası, əzələ koordinasiyası və hərəkət koordinasiyası. İndi bunların açıqlamasını deyim. Sinir koordinasiyası nə deməkdir? Bir əzələ gərginliyinə əlaqədar hərəkətlərin idarə olunmasında olan sinir proseslərinin nizamlanması. Baxın, sinir, burada da eynən açıqlamasında da sinir var. Yenə deyirəm, bir əzələ gərginliyinə əlaqədar hərəkətlərin idarə olunmasında olan sinir proseslərinin nizamlanmasıdır. Bu koordinasiyanın, belə deyək, çevikliyin koordinasiyanın komponentlərinin səviyyələrinin içərisində sinir koordinasiyasına aiddir. İkinci, belə deyək, səviyyəsinə baxaq koordinasiyanın, əzələ koordinasiyası nə deyir? Deyir, əzələ gərginliyinin nizamlanmasının bədənin digər hissələrinə ötürülməsidir. Baxın, əzələnin neyinədir? Bədənin digər hissələrinə, əzələ gərginliyi nədir? Bədənin digər hissələrinə ötürdük. Bunu da bu, belə deyək, deyimlə yadda saxlaya bilərik ki, əzələ koordinasiyasına aiddir və keçdik hərəkət koordinasiyasına. Hərəkət koordinasiyada müəllimlər zaman və məkan var. Baxın, deyir, zaman və məkanda bədənin hərəkət fəaliyyətinin nizamlanmasıdır. Bu deyim də o nəyə aid oldu? Koordinasiyanın hərəkət koordinasiya səviyyəsinə. Bir də müəllimlər, çeviklik hərəkət qabiliyyətinin bir komponenti var ki, dəqiq icradır. Yəni hərəkətin icra çətinliyinə digər tərəfdən dəqiq icra da deyilir. Və dəqiq icranın da özünün müəllimlər 5 komponenti var. Bunlar hansılardır? 1. Ölçmə dəqiqliyi, 2. Fərqləndirmə, yəni şəraitə görə, 3. Hədəf dəqiqliyi, 5. Üzr istəyirəm, 4. Verilmiş statik vəziyyətin qorunması dəqiqliyi və 5. Müxtəlif növ siqnallara dəqiq cavab vermək bacarığı. Bunlar da oldu müəllimlər çeviklik hərəkət qabiliyyətinin dəqiq icra komponentində olan elə onun məhz komponentləri oldu və 5 komponenti var.